Salam, hər vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bipolyar pozuntu. Bunun ümumən hərfi mənası yaxud hərfi izahı bu qütblərin bir digər üzünün günəşə tərəf, bir digər üzünün soyuq iqlimə tərəf olması yaxud dəyişkənlik mənasında tam olaraq izah olunur. Və ümumən insanlara aşılanan, yəni insanlara tətbiq edilən bu xəstəliyin səbəbləri və yaxud bu xəstəliyin aradan qalxmasının bir sıra, yəni yolları və səbəblərinin nədən qaynaqlandığını biləcəksiniz. Əksəriyyətinizin bəlkə məlumatı var, bəlkə də yoxdur bu haqda. Ümumən bu xəstəliyə yoluxan insanlar 99% deyək hətta hansı halları özündə göstərir. Yəni bunun çevrənizdə, ətrafınızda və yaxud sizlər bu xəstəliyə yoluxmuşsunuzsa, bunu tam olaraq bu halları özünüzdə görə bilərsiniz. Məsələn, nələr? Bu xəstəliyə yoluxan insanlar adətən günün yarısı pozitiv, günün yarısından sonrası negativ olurlar. Məsələn, düşünün, çevrənizdə elə bir insan var, onunla oturursan, söhbət edirsən, dedin, güldün, bir 3 saat sonra, günün yarısından sonra həmin adamla həm söhbət ol, baxırsan qaşqabaqlı, negativ düşüncələr nə baş verdi? Ortada dərinə getsən heç bir problem yoxdur. Bəlkə də problemlər var, hamının problemi var. Amma biri var, hər hansı bir həyatında yenilik baş verən qlobal problemə görə sən pis olursan. Bir də var, heç nədən, səbəbsiz yerə baxırsan ki, bir məsəl var, bir lor, dəni yox, duzu yox. Heç nə yoxdur, dəyişib. Demək, insan həmin xəstəliyə yoluxub. Və bir digər hallarda özünü hansı formada göstərir? İstəmsiz də hər hansı bir gülüş olmadan yerdən təbəssüm göstərir. Köhnə bir şeylər yadında qalıb, amma orada sanki gülmək istəyib gülə bilməyib. Bu da bipolyar xəstəliyin bir qısa bir hər hansı bir səbəblərindən biridir. Yaxud yaranmasının və ya formalaşmasının tam olaraq ağırlaşmasına gedən yollardan biridir. Və yaxud bir digər halda hər hansı bir negativlik olan yerdə aşırı negativlik göstərir. Stres, həyəcan üst-üstə gəlir. Baxırsan, görürsən, qorxur, təlaş və nə edəcəyini bilmir. Az qalsın, pis olduğu yerdə otursun, gülsün. Və ya güldüyü yerdə bir də baxırsan, gülməli bir mövzudur, qısılıb oturur bir kənarda. Hər hansı bir səbəb, otursan, bir səbəbi də yoxdur. Pis olur. Niyə? Səbəb nədir? Ona görə hər zaman, hər hansı bir məsələ gedən zaman o xəstəliyə əgər yoluxmusunuzsa, mütləq şəkildə ondan uzaq düşmək üçün müsbət edilən söhbətə müsbət olaraq yanaşmağa can atmaq. Səni nə qədər mənfiyə çəksə də, sən daima fikrini müsbətə bağla. Oradan səni xoş edəcək bir şey tap ki, səni pis etməsin. O həmən xəstəlik. Və ona əsasən başla təbəssüm etməyə. Gülünən yerdə gül, negativ olunan yerdə negativ ol. Yox, əgər pis olacaqsansa hər hansı bir mövzuda, səni həqiqətən pis edən, səni həqiqətən incidən, yoran bir şey varsa, o mövzuda yorula bilərsən. Yoxsa səndən deyib gülünən yerdə nə üçün yorulursan, səbəb nə? Ona görə bunun bir həlli var ki, hər zaman diqqətini müsbət olunan şeylərə yönəltmək lazımdır. Çevrəndə bundan əlavə 100 mənfi sözlər danışıla bilər. Nə qədər çox negativə qapılsan, bir o qədər bipolyar xəstəlik inkişaf edəcək. Baxarsan ki, yenə eyni adamsan, dəyişilməmsən. Günün yarısı deyirsən, gülürsən, günün yarısından sonra yenə pissən. Daima o belə dəyişir. Ya əvvəl o tərsinə olur. Günün yarısından əvvəl. Pis olursan, yarısından sonra deyib gülürsən. Mütləq şəkildə bu xəstəliyin həlli yolundan ibarətdir ki, çalışın hər zaman sizi müsbətə çəkəcək şeylərə yönəlin. Özünüzə hobbilər götürün, yaxud götürə bilərsiniz. Məsəl üçün, nə götürün? Tutaq ki, oğlanlara idman, ən salamatı, ən təbii üsul. Qızlara da ki, hər hansı məsələn, adi bir evdə oturmuşsan, boş bekarsan. Götür kitab oxu. Belə səni müsbət edəcək. Və ya hər hansı bir müsbət edəcəksən, həm söhbət bir yaxının varsa, otur ondan söhbət edə. Müsbət şeylər ətrafında, negativ şeylər yox. Yəni, çalışın negativdən uzaq olun. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz. Yaxud hər hansı bir fikirləriniz varsa, bölüşə bilər və ya qeyd edə bilərsiniz.